Salam dostlar. Arada canlı açıram ki hamımız yığışaq bir yerdə bir-birimizin problemlərini həll edək. Amma nəsə biraz zəif olur. Eybi yoxdur, o da yavaş-yavaş keçən şeydir. Amma mən maraqlandıran bir şeydir. Niyə Azərbaycan xalqı haqqını istəməyə qorxur? Bax, bunu əsas mən bilmək istəyirəm. Biz təhqir eləmirik, biz söymürük, biz sadəcə göstərmək istəyirik ki, hakimiyyətimizə ki, deyirsiniz iş yeri var, bax filan yerlərə getdim, iş yeri yoxdur. Deyirsiniz ki, məhkəmələrimiz düz işləyir, getdik məhkəməyə, imkanlı tərəf utdu gəldi. Deyirik ki, autizmli uşaqlara heç bir şərait yaratmamışsınız. Deyirsiniz o boydana bizim uşaqlar üçün mərkəzimiz var. Soruşanda ki, abala nə mərkəzidir? Deyir, pullu mərkəzdir. Ayı bir 2000-3000 minimum pul tutur. İndi bu kasıb köpək oğlunun balası yazıqlar. O pulu necə versinlər? Necə versinlər? Mənə bir onu başa salın. Mən də deyim ki, həqiqətən də ki, bizim hakimiyyətimiz bu milləti düşünür. Uşaq pulu verilmir ki, uşaq sayı artmasın. Qocaların pensiya yaşını bir ucdan qaldırır. Valla o pulları ki kaldırırsınız, gedib nə biləm Vatikana pul verilir, Vietnamda, Afrikada, orada burada itə, küçüyə, pişiyə pul verilir. Bunların hamısı verilir. Azərbaycanın bütün pulları yığılır, Trump'ın gözünə xoş getmək üçün ona verilir, Putinə verilir, itə verilir, qurda verilir ki, yəni ki, kimə verilir, verilsin, ki bizim günümüz yaxşı keçsin. Amma millət də nə olur olsun da, özləri bilərlər, deyir o necə deyirlər, millət necə tarac olur olsun, nə işim var. Həqiqətən də ki, oturub hərdən fikirləşirəm ki, Azərbaycan xalqı bir-birinə kömək eləmir. Bax, mən adicənə neçə dənə imkanlı adamları tanıyıram ki, onlara yönəltmişəm, inanın heç biri heç nə eləmirlər, heç biri. Bir dənə kasıb balasına kömək eləyən mən hələm dövlətli bir adam görmədim. Amma Mehriban xanım deyən kimi ki, filan yerdə tədbir var, davay ora pul göndər ki, Allah haqqı o 1000 istəyəndə 5000 göndərir ki, ki bu cəmaatın gözündə yaxşı olsun. Azərbaycanda normal hacı yoxdur. Hacıların özü maskirovkadır. Gedirlər yalandan həccə gəlirlər. Nə var ki, filan kəsə desinlər ki, filan kəs həccidir. Valla mən oturub hərdən baxıram, görürəm ki, bunların həyat tərzi ilə bizim həyat tərzimizi müqayisə edirəm. Hərdən deyirlər, Zelenski artistdir, belədir, elədir. Kaş bizim prezidentimiz Zelenski kimi ölkəni idarə edə bilərdi. Artist o cür idarə elədi. Amma gözünü açıb, hakimiyyətin başçısının evində böyüyen adam, hakimiyyəti yalnız yaltaqlara etibar edib. Çünki bizim nə qədər ki, onun böyründə, başında o yaltaqlar var, Azərbaycan çətin düzələcək, Azərbaycan düzəlməyəcək. Mən dəfələrlə prezidentimizə müraciət eləmişəm. Demişəm, cənab prezident, sən düz yolda deyirsən. Sənin ətrafın hamısı aferistdirlər. O aferistlər yaltaqlana bu xalqın qanını içir. Amma prezidentim heç bir siqnala cavab vermir. Buradan belə çıxır ki, əvvəllər belə bir söhbət var idi. Nə qələt edirsiniz, eləyin, mənə şikayət çatmasın. Amma indi prezidentimizə şikayət eləyəndə şikayət ona çatmır. Bu mənə maraqlıdır ki, şikayət aşağıdan ona getmir, ya özü oxuyur, atır bir tərəfə. Bax, o mənə maraqlıdır. Xanım Mehriban Əliyeva, vallahi mən hərdən deyirəm ki, vitse-prezident, sizin yeriniz deyir xanım. Xahiş edirik, istifa verin vitse-prezidentlikdən. Çünki vitse-prezident o deməkdir ki, prezidenti hara getmiş olsa yerində vitse-prezident oturmaz. Zaten birinci ledisiz də. Zaten Azərbaycan sizin əlinizdədir. Zaten işə qoymalar, nə bilim, işdən çıxartmalar, sərəncam vermələr, bir dənə imza İlham Əliyevində, qalan hamısı sizindir də. Banklar sizə qulluq eləyir, nə bilim, icralar sizə qulluq edir. Hamısı nəyizə lazımdır o vitse-prezidentlik? Və vitse-prezidentliklə siz özünüzü hörmətdən salırsınız. Mən hərdən oturub baxıram, görürəm ki, bizim o uşaqlarımız var, qazilərimiz var. İntihara çatdırırsınız siz milləti. Olmaz belə.
Ve bunlar da insandır. Bunlar axı bu Qarabağı qorumayıblar ki siz üçün. Bunlar Qarabağı aldılar ki özləri üçün. Amma dəmir yumruq onların başında deyir. Çünki onlara heç kim kömək eləmir. Bir dənə qazi balamız var. Ona bir dənə pravanı, bir dənə vermədilər pulsuz. Pulsuz prava verilmir Azərbaycanda. Bax, məsələ ondan gedir. Bir dənəsinin kişiliyi çatıb, onun verdiyi yaxşıdır, 2000'ə demirlər pravanı. Aparın verin, o uşağa prava verin, çıxsın getsin Azərbaycandan, başqa yerdə işləsin də. Valla dünyanın harasına gedirsən, ged Azərbaycandan yaxşıdır. Azərbaycanı elə bir vəziyyətə qoyublar ki, hamısı qaçıb getmək istəyir. Cənab Prezident, bunları görmürsünüz. Görmürsünüz ki, insanların vəziyyətinə gündədir. Olmur, ona şikayət buna. Valla şikayətlere baxan yoxdur, hamısı boş söhbətdir. Amma ki, boş da olmuş olsa, axıracan biz getməliyik. Axıracan bu şikayətləri eləməliyik ki, sonra deməsinlər ki, eləmişdin ki, eləmədik. Ona göre biz eləyirik, amma siz tərəfdən reaksiya yoxdur. Çünki siz tərəfin hamısı pulların verib yerlərində oturublar. O pulları verib yerlərində oturanlar da o pulları yığmalıdır da, onu özünüz deyirsiniz də. Pul veren adam, pul veren kime verilir? Sərəncama kim imza atır? Cənab Prezident, siz edirsiniz də. Ona göre de pul alınır diye sizin de diliniz kısadır da. Çünkü onlar sizi saymır. Onlar eğer sizi saymış olsaydılar, heç olmasa bir kasıb balalarının birine ikisine kömək eləyərlər, hamısına demirəm. Ama Azərbaycanda Allah'a and olsun deyirəm ki, mən elə bir kişi görmədim. Elə bir qeyrətli məmur görmədim ki, kiməsə kömək eləsin. Elə bir günən ki, o kinolar var, çəkirlər ha. Hardaki şərəfsiz adım var, o adamın adına şərəf qoyurlar. Yəni ki, adı şərəf də olsa, özü şərəfsizdir. Azərbaycanda şərəfi olmayanların hamısının şöhrət ordeni ya da şərəf medalı var. Və ona görə deyirəm ki, prezidentimiz, xahiş edirik, bir otur fikirləş, gör ki, sən kimlərə şöhrət ordeni verirsən, kimlərə şərəf ordeni verirsən, kimlərə tərəqqi ordeni verirsən, bunlara bax da. Axı olmur, orden də, medal da pulla alınır. Onlar da bizdə Azərbaycanda pulla alınır. Mən deyirəm ki, hərdən oturub deyirəm ki, nə yaxşı ki, buradan çıxdıq gəldik, nə yaxşı ki. Mən o vaxt oğlum institutda oxuyanda, mən dedim ki, gəlsə polisə düzəltdim. Getdi 3-4 gün polisdə işlədi, mən qayıtdı dedi, mən getmirəm. Bala, niyə? Dedi, mən uğraşlığı öz üstümə götürə bilmərəm, istəmirəm. Oradan çıxdı və dedim vəkil ol, inan dedi vəkil olmuram çünkü vəkillərin çoxusu deyir ki iş görə bilmir. O dəqiqə onlara deyir ki olunur, zakazlandı. Duxu var ona eləməsin. Ona görə də ki kasıb adamı Azərbaycanda qorumaq olmur. Kasıb adam Azərbaycanda qorunmursa, onda mən başa düşəmirəm. Bizim respublikamız yalnız dövlətlərdən ibarətdir. Bir ucdan o binaları, evləri niyə tikirsiniz? Kasıbın pulu yoxdur zaten ona. Onların hamısına salırsınız. İpotekaya, leasinga, cəmaatın da evi elə yıxılır. Bütün banklara elə bir Azərbaycanda adam yoxdur ki, onun banka, lambarda borcu olmasın. Ayıbdır vallah. Oturun fikirləşin. Sizin də balalarınız var. Allah'a and olsun, qarğış elə bir qarğışdır ki, hər adamın ağzından çıxar. Axır əvvəl bilir. Siz Allah'a inanmırsınız, amma Allah'a and olsun Allah var. Siz inanın Allah'a. Allah'a inansız, bəlkə sizə nəsə olar.